Gec də olsa Milli Onkologiya Mərkəzində baş vermiş hadisə haqqında. Mən çox düşünürdüm, yəni ki, bu barədə bir neysə fikrimi bildirim yoxsa yox. Çünki bir müddət əvvəl bildiyiniz kimi mənim də ayaqlarım gedib çıxmışdı həmən mərkəzə. Bir yaxın yoldaşın xəstəliyi ilə bağlı və mən özüm orada həmən o Milli Onkologiya Mərkəzində bir sıra, yəni ki, pozuntular, uyğunsuzluqlar, yəni personalın biganə yanaşmağı, axır ki də belə deyək də bir sıra ciddi nöqsanlarla üzbəüz gəlmişdim. Hansı ki, mənim fikrimcə heç də məqsədə uyğun deyil. Bu barədə bir reportaj da hazırladım və paylaşdım. Düzdür, sonra mənə çox dedilər ki, sən nahaq belə elədin, ora belədir, ora filandır, beşməkandır, sənin başına iş gələr. Amma mən elə fikirləşmirəm. Bilirsiniz, mən tənqid edəndə mən heç kimi nə söyürəm, nə döyürəm, nə onun xətrinə deyirəm, nə də onu təhqir edirəm. Hal-hazırda, yəni hal-hazırda yox, yəni o halda. Haçan ki, mən orada müəyyən bir çəkilişlər aparmışdım, o barədə sizlə paylaşmışdım. Məqsəd buydu ki, oranın rəhbərliyinə bu nöqsanlar çatsın ki, bəlkəm də xəbərsizdirlər. Bəlkəm də indi başları qarışıb digər işlərə, gözlərinin qabağında baş verənləri görmürlər. Və həmən hallar aradan qaldırılsın. Həmən o videonun altında özünüz gördünüz nə qədər rəylər yazıldı. Ümumiyyətlə, yəni bu heç kim üçün sir deyil ki, həmən Milli Onkologiya Mərkəzində yəni çox sayılı nöqsanlar var. Həmən rəylər də bunun necə deyərlər canlı şahidləri idi. Yəni hamının ürəyindən nə keçir yazdılar. Kimin başına nə gəlib yazdılar. Yəni bu bunu göstərir ki, bu birinci gündə ördü. Artıq uzun bir müddətdir ki, həmin təşkilatda xoşagəlməz hallar çox tez-tez baş verir. Bir də vurğulamaq istəyirəm, amma ki, biləsiniz, əlbəttə ki, mən heç bir halda yəni qanunun pozuntusuna, zorrakılığa, terrora dəstək verməmişəm, vermirəm və verməyəcəm də. Və həmən o Milli Onkologiya Mərkəzində baş verən hadisənin sözsüz ki, hüquqi qiymətini hüquq mühafizə orqanları verməlidir və verəcəklər. Təəssüf ki, hər iki tərəf də orada artıq dünyasını dəyişdi. Allah hər ikisinə rəhmət eləsin. Rəhmət sözün elə mənası ondadır ki, insan günahkardır, günahsız insan bu dünyada yoxdur və ona görə də deyirlər ki, Allah rəhmət eləsin. Yəni, rəhmət ölüyə də var, diriyə də var. Mənə elə gəlir ki, rəhmət hamıya düşür. Bu, Allahın bir kəlamıdır. Amma indi keçək belə bir məsələyə də. Mənə elə gəlir ki, bu cür halları, yəni elə eləmək olar idi ki, ümumiyyətlə bu hal baş verməsin. Başa düşürsünüz. Bu halın baş verməyi birbaşa həmən tibbi təşkilatın idarə edən, yəni şəxslərinə aiddir. Yəni bu məsuliyyət həmən tibbi müəssisəni idarə edən şəxslərə aiddir. Çünki bu məsələ var. Hamı bilir ki, burada problemlər var və çox güman ki, həmən o problemlara layiqincə diqqət yetirilmir. Başa düşürsünüz? Onun nəticəsində də sözsüz ki, oturub fikirləşmək olar ki, hansısa bir anda bir dənə kimsə qeyri-stabil adam, qeyri-psixoloji stabil adam neysə bir bu cürlə hərəkət edə bilər. Başa düşürsünüz? Yəni, bilirsiniz də orada nə baş veriblər. Ona görə bu cürlə halların qabağını almaq üçün cəmaatın, millətin dediyinə qulaq asmaq lazımdır. Neysə bir nəticə çıxartmaq lazımdır. Neysə bir dəyişikliklər eləmək lazımdır ki, bu cürlə hallara gəlib çıxmasın. Son zamanlar görürəm ki, təbibdə də yaman tərpəniş var. O barədə də bir video paylaşmışdım, yadınızdadır. Neçə sayılı idi, hiç bilmirəm o. 10 sayılı idi, nə deyəsən, uşaq poliklinikası haqqında, təbibin sistemi haqqında. İndi baxırıq, görürük ki, yaman dəyişikliklər baş verir. Neçə xəstəxananın müdürlərdir,
Yəni baş həkimlərini işdən azad ediblər. Yəni biz islahat istəyirik, başa düşürsünüz? Biz istəyirik ki, nəticə olsun. Bu danışdığımızın, yəni mən özümdən deyirəm də, indi biz dedim, mən də bir xalqın bir üzvüyəm də, ona görə mən cəmi şəkildə dedim. Mən istəyirəm ki, belə bir müəssisələrdə vəziyyət dəyişsin və bizim kimilər üçün, xalq üçün daha əlverişli bir şəraitlər yaransın. Yəni bax, paylaşdığım videoların mənası, əhəmiyyəti bax budur. Bu qədər. Sabahınız xeyir olsun. Qəlbdən qəlbə.